Salam, necəsən? Ümidvaram ki, çox yaxşı, ən əsasdakı özünlə barışıqsan. 5 günlük Ruhun Sükunu proqramında səni görməyimə çox məmnunam və çox ümidliyəm əslində bu proqramdan. Həm sənin üçün, həm özüm üçün. Çünki uzun müddətdir ki, belə bir proqramlar təşkil etmirdim və uzun müddətdən sonra ilk dəfə təşkil etdiyim proqramın iştirakçılarındansan. Buna görə sənə təşəkkür edirəm. Bu video vasitəsilə ümumiyyətlə bu 5 gün ərzində nə edəcəyik haqqında bir məlumat vermək istəyirəm. 5 günlük proqramdakı görüşlərimizin hər biri belə bir video görüntülərlə olacaq. Bunun əsas məqsədi odur ki, səninlə paralelində sənin proqramın tapşırıqlarını etməyə bir növ dəstəyə çıxmaqdır məqsədim. Ona görə istəyirəm ki, səsimdə, sədamda səni sırf bu proqramı daha köklü şəkildə başlayıb və bitirməyinə dəstək olmaqdır. Proqram, nəyə görə ümumiyyətlə belə bir proqram təşkil etmək istədim və nəyə görə Ruhun Sükunu? Biz ümumiyyətlə gün ərzində çox şey düşünürük. Yəni, düşüncələr tamamilə bizi bir növ ki, ağuşuna alıb və istər-istəməz bu düşüncələr içərisində davamlı bir analizdəyik, davamlı bir axtarışdayıq. Bəzən bu axtarışın sonu olmur. Yəni, ancaq axtarmaqla, ancaq nəyisə aramaqla, sanki bir şey çatışmır hissi ilə davam edirik. Və zaman sonrasında artıq psixika bizi elə bir vəziyyətə gətirir ki, yəni şuurumuz artıq bizi elə bir vəziyyətə gətirir ki, biz artıq hər şeyə müqavimət göstərməyə başlayırıq. Hər bir gələn problemdə artıq ya ümumiyyətlə susqunlaşırıq, ya ümumiyyətlə donuqlaşırıq, duyğularımızı ümumiyyətlə hiss etməməyə başlayırıq və yaxud da ki, sanki hamster bir çarxın, necə özünün çarxının içində dönür, eyni bir o döngünün içində dönməyə başlayırıq. Və zamanla da artıq əslində ruhun sükunu deyilən o sükun nöqtəsindən uzaqlaşmağa başlayırıq. Yəni, məhz bu proqram sənin hansısa bir problemin həllinə yox, sənin ruhunun sükununu, sükun nöqtəni tapmağına yol açacaq. İnşallah. Proqram 5 gündən ibarət olacaq. Bu proqramda qrupa videonun linki göndəriləcək hər günün tapşırığı ilə bağlı. Səndən sadəcə istəyim nədir? Proqram ərzində verilən tapşırıqları, bütün bilgilərini kənara qoyaraq icra etməyini istəyirəm. Çünki proqramın təşkilində tapşırıqların hər biri özüm tərəfindən tərtib olunub və hər biri psixoloji qaynaqlara dayanır və bir növ psixoterapiya məqsədlidir. Ona görə proqramda alacağım fayda ilə bağlı heç bir narahatçılığın olmağını istəmirəm və digər istədiyim bir şey isə özünə qarşı səmimi, açıq, özünü dinləməyi bacarmağındır. Bunun üçünsə sənin bütünlükdə fokusunu yayındıran nə varsa, proqramın tapşırıqlarını icra etdiyin vaxt onlardan uzaq durmağını istəyirəm. Proqram 5 gündən ibarətdir, amma proqramın tapşırıqları bir gündən bir göndəriləcək. Yəni necə? Əslində 10 gün davam edə biləcək. Çünki tapşırığı tamamlamağın üçün sənə bir gün vaxt verəcəm ortada. Hər hansı bir sualın olarsa, mütləq şəkildə mənə yaza bilərsən. Hər hansı bir təklifin də varsa hətta, onu belə mənə yaza bilərsən. Əgər ki, görsəm ki, digər iştirakçılarla paralelində həqiqətən müzakirə açılası bir məsələ varsa, onun üçün onlayn şəkildə bir görüş də təşkil edə bilərəm. O da artıq gedişata baxacaq. Bu qədər. Növbəti artıq ilk çalışmana keçə bilərsən. Görüşərik.